Herkese salam. Arkadaşlar, bilmirəm YouTube'da bizim 200.000 kutlamamıza baxdınız mı yoksa yok. Ama TikTok için de paylaşmıştım. Burada Şəhriyar yıxıldı bu arada. TikTok için de burada da Əsnad yıxıldı. Yıxılana da göz var, nəzər var. TikTok izləyiciləri üçün də çəkmişəm. Dedim sizlərlə də bölüşüm. YouTube'da bu arada bizi hələ də izləməyənlər varsa xahiş edirəm, bizi izləməyə alın. Bugünü demək olar ki, izləyicilərimizlə birlikdə keçirdik. Çünki Kafe La Visita'ya getmişdik və biz bundan öncə orada YouTube videosu paylaşmışdıq. Getdik, gördük nə? Bütün izləyicilərimiz ad günlərini, xoş günlərini burada keçirtməyə gəlibmiş. Çoxsuyla qarşılaşdıq. Özümüz də üzülürdük ki, 200.000'i tək keçirdəcəyik, amma hamı oradaymış. Bura oğlanlar üçün ad günü otağıdır. İçərisində Smart TV, karaoke, gördüyünüz kimi Halkdan tutmuş, Harry Potter'dan tutmuş, Spider-Man'e kimi çox gözəl dekorlar, ad günü dekorları, hər şey var. Bura həm qızlar üçün, həm oğlanlar üçün ortaq oynama alandır. İçinə çoxlu şəriklər düzüblər. Bura isə qızların ad günü keçirtməsi üçün qızların otağıdır, Barbie otağıdır, prenses otağıdır. Çox gözəldir həqiqətən. Qızlarımdan hansı istəsə danışdıq, razılaşdıq ki, onun ad gününü burada keçirdəcəyik. Çünki çox xoşuma gəldi. Valideynlər üçün ayrı oturma zonası var. Baxın arxada. Bu hissədə uşaqlar üçün bir oturma zonası var. Happy Birthday dekoru var. Smart televizoru, karaokesi. Şəkil çəkdirmək üçün çox gözəl dekorlar var. Ona görə də çox bəyəndiyi bu qız və oğlanlar üçün ayrıcı 2 dənə otağı. Bu arada bu otaqları yeni açılışa veriblər, yeni istifadəyə veriblər. Biz keçən il, səhv eləmirəmsə, gedəndə, keçən il getmişdik də, yox idi. Yəni yenidilər. Siftəsini demək olar ki, biz elədik. Yeməkləri də bura sifariş verdik. Çox dadlıydı. Şəhriyar öz damağına uyğun saç sifariş verdi. Biz fast food sifariş verdik. Daha sonra 200K'nı kutladıq. İndi kafenin opşi hər kəsə açıq zalını da göstərəcəm. Ümumiyyətcə ad günü keçirtmək istəyən, bizim kimi belə qeyd eləməli bir mövzusu olan uşaqların və xanımların, xüsusilə ailələrin rahatlıqla gələ biləcəyi çox gözəl bir məkanda